2-3 il bundan əvvəl Nəsimi rayonu 128 saylı bağçada bir hadisə baş verir. Bağçada məskunlaşan Qənifə adlı Ağdamdan olan məcburi köçkünə qarğa hücum edir və qadının başını ağır yaralayır. Hadisə bax burada, bu qapının qarşısında vaqe olur. O vaxt qarğalar bu şam ağaclarında yuva salmışdılar. Qonşular isə danışırdılar ki, Qənifə xanım ya da övladları qarğanın balalarını öldürmüşdü və o da qadından qisasını bu cür almışdı. Düzdür, qarğadan ziyan görən xanım bu haqda danışmaq istəmir. Amma etiraf edir ki, yuvası dağılandan sonra qarğa bu həyətdən tərk edir. Bakı isə qarğaların əsarət altındadır. Hər gün sübh tezdən hava işıqlanana doğru Nəbatat bağından havaya nəhəng bir qarğa ordusu qalxır. Göydə ulduzları saymaq mümkün olmadığı kimi qarğaları da saymaq imkansız görünür. Havanı qarğa qarıltısı bürüyür. Gecə növbəsində işləyən bir tanışımız var. Deyir ki, dərhal içəri girirəm. Qarğaların üstümə şığmasından qorxuram. Bəlkə də Alfred Hitchcock'un filmi olmasaydı, quşlardan qorxmaq insanların ağlına da gəlməzdi. Kim bilir, bəlkə də. Mən ilk dəfə Bakı şəhərində 2 dənə qarğa yuvası tapmışam. 2 cədən olub. Onun biri olubdu, Mirzə Fətəli Ağundov bağı deyirlər ona, Bakı Sovetinin yanında. Keçmiş Komünrat bağı. Bax, o bağda bir cüt olub, düz Bakı Sovetinin binasının arxasında. Orada olub, bir də biraz indiki Çapayev küçəsində bir həyətdəydi, hündür bir çınar ağacının başında yuvası vardı. Vəssalam, 2 yuva vardı. Mən götürdüm, bir məqalə yazdım. Adını qoydum Bakıya, qarğa hücumu başladı. Söhbət onunla gedirdi ki, dünyanın bütün böyük şəhərlərində bu cür əvvəli 2-3 cütlə olur. Əgər bu 2 cütü, 3 cütü biz bu il məhv eləsək, gələn il 5 cütü məhv eləsək, bunlar qaçacaq, dağılacaq, gəlməyəcək. Yox, uğurlu artıb nəsil verəcəksə, biz də gələcəkdə Moskvanın, Londonun və başqa şəhərlərin gününə qalacaq. Səsmə səs verən olmadı. Qara Mustafayev təxminən 1990-cı illərin sonlarından bəhs edir. Yəni 15-20 il bundan qabaq Bakıda cəmi 2 qarğa yuvası varmış. Bəzi ehtimallara görə qarğalar Bakıya Çeçenistan müharibəsindən sonra doluşub. Özdə təkcə qarğalar yox, çaqqallar da, başqa heyvanlar da. Amma indi müzakirə mövzusu qarğalardır və bugün şəhərdə qarğaların batırmadığı ağac başı qalmayıb. Paltar sərirsən həyətə, görür qarğa batır üstünə. Deyirsən, ay bala, bu qarğa batır. Bir də deyirəm, ay bala, evi yox, qoy batırsın, dövlətli olacaq. Bir də batırıq maşının içinə, yuyur, gətirib bir də səririk. Qarğadır, neynim, nə deyim qarğaya? Bu həyətdən hər gün azı 2-3 dəfə keçib gedirəm. Qarğalar çox arxayınlıqla, adamlardan hürkmədən, yaxınlıqdakı zibilxandan qidalanıb, sonra da o ağacdan bu ağaca uçurlar. Ətrafda bircə dənə də başqa quş gözə dəymir. Nə sərçəsi, nə filanı. Necə deyərlər, meydan qarğalarındır. Elə bilin ki, 70-ci illərdə biz burada yaşayırdıq. Onda bir dənə deyərdim, buralıqda qarğa yox idi. Həmişə bülbüllər olardı, cəhcəh vurardı. İndi insanlar necə kətdən şəhərə qaçan kimi, qarğalar da elə bir kətdən hamısı şəhərə doluşur. Bax, şəhərdə qarğa əlindən tərpənmək mümkün deyil. Məsələn, zibillikdir. Adicə zibil yeşiyinə hər şeyi atırlar, oradan üfunətin hamısını gətirir, atırır. Yenə də bağların içinə, ondan sonra pəncərələrin qarşısına bir şey qoymaq olmur. Qarğalar hamısı insanların bütün ərzaqların hamısını pəncərədən dartırlar, yığışdırırlar. Demək,
qarğalardan bir dənə xeyir yoxdur. Biraz aralıda dayanıb müşahidə aparıram. Qarğalar cəmaatın gətirib atdığı zibili sanki şuurlu şəkildə, ehtiyatla, səliqəli zibil torbasından çıxarırlar. Amma bu mənim bir neçə dəqiqəlik müşahidəmdir. Yaxınlıqdakı mənzil istismar sahəsinin işçiləri bu zibili daşımağa məsul adamlarsa, qarğaların sayəsində, necə deyərlər, əsl zibilə düşüblər. Bu qarğalar elə bir adam yeyəndir. Qabaqdan biri qarğa yeyir. Bana qarğa yeyir. Sağ ol. Keçən il belə deyildi. Keçən il nisbətən azdır. Bu il çoxalıblar. Gələn il daha çox olacaqlar. 2 ildən, 3 ildən, 5 ildən sonra görərsən ki, bütün şəhəri qarğa bürüdür. Onda gərək biz buradan köçək gedək, qarğaları buranı verək qarğalara. Açığı bu filmi hazırlamaqda məqsədimiz də qarğaların Bakıda artmasından doğan narahatlıqla bağlıdır. Doğrudanmı qarğalar bizə təhlükə vəd edir? Başqa sözlə, qarğalardan qorxmaq lazımdırmı? Ensefalit xəstəliyin törədiciləri var. Bu tayqada olur. Onun daşiləri insanın beynini paraliz edir. Çox xəstəliklər var bu şeylər. Ona görə bunlar quşlar daimi vaxtaşırı öyrənilməlidir onlar. Deməli bu sərçəkimlərdən olmasına baxmayaraq tam yırtıcı quşdur. 4-5 dənə qarğa görür bir quzudur. Anası aralanıb anasından tək qalıb. Ya sahibi yaxında yoxdur. 4-5'i birləşir. O quzunun gözünə, sağ gözünə, sol gözünə dimdikləyir, vurur, caynaqlayır. Axır onu yıxıb, öldürüb, sonra əvvəl gözünü çıxartır, sonra nazik yerindən, yelin nahiyəsindən parçalayır, yiyir, çıxıb gedir. Deməli, xalis yırtıcıdır. Yırtıcının adı var, beddamdır. O bir yırtıcı quşlar heç onun kimi yırtıcılıq eləmir. Qara Mustafayev qarğalardan namizədlik dissertasiyası yazıb. Dissertasiya işi Azərbaycanda qarğalar fəsiləsinə daxil olan quşlar olub. O deyir ki, qarğalar sərçəkimlər sinfinə aid olduğundan qohum kimi adi sərçəyə daha yaxındır, nəinki qartala, çalağana, kərkəsə və s. Maraqlıdır, sərçəkimlərlə qohum olasan və sərçələrə qənim kəsləsən, yəqin fərqindəsiz ki, bugün Bakıda sərçələr demək olar ki, tək-tük qalıb. Qarğalar artandan sərçə də daxil olmaqla digər bəzək quşları qeybə çəkilib və səhərlər də daha bizi bu quşların cəhcəhi yox, qarğaların qarıltısı yuxudan oyadır. Bax, bu Bakı Üniversiteti ilə akademiyanın həyətində, bax, 2 parkda, o birləri dəqiq saymamışam. Bu 2 yerdə, parklarda olan təxminən bir 150 sərçə vardı, ondan 15-20'si qalıb. Bir. Hər ağaçda bir cüt, əgər şişirtmərəmsə, yaşılca deyilən, bəzəkli gözəl cəhşək vuran quş var. Ondan vardı. Təxminən bir 500 cütə qədər bu 2 parkda yaşılca vardı. İndi 5 cüt qalmayıb. 500 əvəzinə 5 cüt qalmayıb. Təxminən 20-25 cüt qaratoyuq vardı. Qaratoyuğun özünün mahnısı yoxdur, bülbülün mahnısını yamsılayır. Bülbüldən oğrayıb o yamsını. Ona görə elə gözəl oxuyur. Bütün belə başın ağrıyırsa, ona qulağında 10 dəqiqə başın ağrısı dayanır. Çünki bülbülün axırıncı zənguləsindən başqa bütün mahnısını təkrar edir. Oğrayıb ondan, yamsılayır onu. İndi bax o qaratoyuqdan 20-25 cüt qaratoyuqdan 2 cüt qalıbsa böyük işdir. Bir cüt görmüşəm keçən il. Yayda oğrun gəlib universitetin həyətində, şəhər həyətində qarğadan gizlini yuvalayıb. İndi o da pərvaz eləyə bildi mi balası? Bilmədi mi? O deyənmərə. Ən çox onlar şəhərdə ziyan vururlar sərçəkimlərə, kiçik quşlara. Onlar kiçik quşları tuturlar. Kiçik quşları özlərini vururlar, yiyirlər. Sonra onların balalarını yiyirlər, yuvalarını dağıdırlar. Qarğa o qədər, bəzən orta ölçülü quşlar, məsələn, göyərçinlər, şəhərdəki göyərçinlər də vururlar onlar. Qarğa göyərçini vurandan sonra onun sinəsi üstündə əyləşir, başına dimdiyi ilə başlayır vurmağa. Bir qarğa gündə, məsələn,
quşu yeyir. Bir göyərçini yeyir. Bakı şəhərində, məsələn, o düz deyirlər, bu qarğalar çox olanda, bunlar, bu sərçəkimlər, məsələn, böyük estetik əhəmiyyəti olan quşlardır, onların nəğməsini uşaqlar eşidir, quşu görəndə, xüsusən körpə uşaqlar çox sevinirlər, quşlara böyük maraqdır. Qarğaların sayı çox olanda, onların sayı azalır, başlı yox olmaq dərəcəsində olur. Bunun da bu qarğalar üçün, onları ovlanmaq üçün, quşları, balaca quşları ovlamaq insanlar şəraiti yaradır. Məsələn, mən Bakıya gələndə 78-ci ildə elə park bağlar vardı ki, o parklarda müəyyən köllüklər vardı, çətin keçilən ağaclar, köllüklər əkmişdilər ki, həmin köllüklərdə o sərçəkimlər gizlərirdi, qarğalar onu tuta bilmirdilər. İndi ağacların hamısı budayıblar, qarğa əyləşir ağacın başında, sərçək gələn kimi o asanlıqla onu tutur. Yuvasını da asanlıqla qarğa dağıdır. Yəqin ki, dünya yaranandan qarğalar da yaranıb. Çirkin, yöndəmsiz, qapqara frak geyinibmiş kimi yerişi, uşaqlığımın sevimli yazarı Səməd Behrəngin təbirincə desəm, paltar sabunu iyi verən qoxusu ilə. Qarğaları hələ qədim zamanlarda Yunanlar və Skandinaviya xalqları quşların Allahı adlandırırdılar. Qədim əsatirlərdə göstərilir ki, Skandinaviya Allahı Odin öz qarğaları Xonin və Monini yer üzünə göndərdi ki, işıqlı dünyadan ona xəbər gətirsinlər. Bugün də Londonda məşhur Tower qəsrində saxlanılan 6 qarğadan ikisi Xonin və Monin adlanır. Onlardan qarşıda sizə bəhs edəcəyəm, amma hələlik qədim mifologiyada qarğanın oynadığı roldan bəhs edim. Müdriklik simvolu sayılan qarğanı Skandinaviyalılar ali yaradılış sayırdılar, həm də canavarla birlikdə. Orta əsrlərdə isə qarğaya münasibət dəyişdi. Əvvəllər o müdriklik rəmzi sayılırdısa, indi ona daha çox qara xəbər, ölüm xəbəri gətirən quş kimi yanaşırdılar və adamlar inanırdılar ki, qarğalar iblisin əlaltılarıdır. Çünki orta əsrlərdə uzun sürən müharibələr, vəba xəstəliyi qarğaların yem tapa bilməsində çətinliklərə səbəb olmuşdu. Onlar isə asanlıqla meyitlərin üzərinə qonur, onların gözlərini çıxarırdılar. Orta əsr insanlarının düşüncəsinə görə meyitlərin gözünü, dar ağacından asılmışların isə ürəyini çıxartmağı qarğaya iblisin özü göstəriş vermişdi. Qarğanın adına müqəddəs kitablarda da rast gəlirik. Ona Rəbbin bu sözü nazil oldu. Buradan get və şərqə tərəf yollan. İordan çayının şərqində olan Kerit vadisində gizlən. Orada vadidən su içəcəksən. Səni yedirməyi də qarğalara əmr etdim. O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı. Qarğalar ona hər səhər axşam çörək və ət gətirirdilər. Sual yaranır. Niyə məhz qarğa, doğrudanmı o, başqa quşlardan daha ağıllı olması ilə fərqlənir? Ağıllı deməyə haqqımız yoxdur ona görə ki, ağıl dediyiniz anlayış yalnız insana aiddir. Ağıl sözünün kökündə intellekt yatır. Yəni idrak prosesi yatır. İnsandan başqa heç bir dünyada canlıda idrak yoxdur. Ona görə ağıllı demək dırnaq arasındadır. O heç bir heyvanı nə qədər ağıllı olsun, nə qədər insana mehriban yanaşsın, etibar eləsin, ona ağıllı demək, düz demək düzgündür. Çünki onda ağıl ola bilməz. Ağıl ikinci siqnal sistemi olan yerdə ola bilər. Ağıl şuur, təfəkkür olan beyində ola bilər. Amma neyirsiz, Ruslar açıq aydın yazırlar ki, seraya varona, umnaya ptitsi. Niyə? Məhz seraya varona, boz qarğa, bizə də olan. Ona görə ki, Moskvada onlara əziyyət verən boz qarğadır. Onlar deməli, mart, aprel ayında
çoxalmağa başlayır. Mart-aprel ayında cütləşirlər, yuva qururlar. Aprel ayında yumurtalar qoyurlar, aprel ayında. Onlarda dişi kürd yatır yumurta üstündə. 18-19 gün. Yumurtadan, yuvadan qalxmır. 18-19 gün kürd yatır. Fikir ver onlardakı. Erkək qarğa onu gətirib yedizdirir. 18-19 gün dişi qarğanı yedizdirir. Balalar çıxandan sonra hər iki qarğa balalarını yedizdirirlər. İyunda balaları parvazlanır. Onların parvazlanandan sonra onların sayı 5-6 dəstə ilə başlayırlar şəhərdə uçmağa, ətraf ərazidə uçmağa. Bugün təkcə Bakıda boz qarğaların sayı təxminən 250 cütdür, amma Bakı ətrafı kənd və qəsəbələrdə hətta 2000 cütdən də artıqdır. Ümumilikdə isə paytaxtda qarğaların sayı 30-35 mindən çoxdur. Onların əksəriyyəti hamının yanlış olaraq qara qarğa kimi tanıdığı zağca qarğadır. Hansı ki, hər gün səhər tezdən göy üzünü qapqara rəngə boyuyur və insanlarda vahimə yaradır. Əslində isə zağca qarğadan qorxmaq lazım deyil. Zağca qarğa əsasən bu Kür-Araz ovalığı, Talış dağlarında, Böyük Qafqaz kiçik dağlarının ətəklərində böyük dəstələrlə yuvalayır. Böyük koloniya alınır. Elə koloniyası olur ki, 400-ə yaxın onun koloniyasında zağca olur. Bunlar bala çıxardandan sonra qışlamağa şəhərlərə üst tutur, yaşayış məntəqələrinə üst tuturlar. Həmçinin, məsələn, Bakıya. Zağca qarğa deyilən Rusiya düzənliyində dəmiryolu stansiyalarında falan da şəhərdə eyni ağaçda yuva tikir çoxlu. Ağacı qurudur. Amma şəhərdə yemlənmir. Uçur gedir 2-3 kilometr düzənlikdə çərtkə yeyir. Deməli bir tərəfdən şəhəri çirkləndirib ziyan vurur. O bir tərəfdən çərtkəni yeyib, ziyan vericiləri yeyib fayda verir. Tərəziyə qoysan gərək ziyanı çoxdurmu yoxsa faydası çoxdurmu? Bu boz qarğanı isə mən 30 il, 40 il bundan qabaq deyirdim ki, onu neyniyək ki, xeyri qalsın, ziyanını ləğv eləyək. Hal-hazırda o qədər ondan acığım gəlib. Deyirəm, onun xeyri də başına dəysin. Lazımdır, nə xeyri, nə şəri. Onu şəhər kimi yerdən rədd eləməyə çalışmaq lazım. Hə, müzakirə predmeti bax bu boz qarğadır. Aman aman, bu qarğı ilə bağlı elə faktlar danışırlar. Elə argumentlər gətirirlər ki, quruyub qalırsan. Təsəvvür edin ki, boz qarğanın beynində 6 milyarda kimi neyron hüceyrə olur. Sizcə belə bir beynə sahib olan quşa quş beyin demək olarmı? Əsla. O biri qarğaların heç birində neyron hüceyrələrin sayı bu qədər deyil. Ona görə də onlar heç bir cəhəti ilə boz qarğaların tayı deyillər. Qarğaların adamı heyrətə gətirən hərəkətləri təkcə bunlar deyil. Boz qarğa hər bir insanın boz həyatına rəng qatacaq qədər maraqlı quşdur. Qarğalarda bu hadisəni qabaqcadan duyma qabiliyyəti var. Qabaqcadan duyma qabiliyyəti var. Məsələn, yoldan maşın keçəndə birinci dəfə o uçur, qorxur, yəni təsir. İkinci dəfə duyur ki, təhlükə olmayacaq onun üçün. Maşın ilə keçib gedər də. Daha keçəndə ona maşın keçməsinə əhəmiyyət vermir. Qarğaların yaddaşı yaxşıdır. Qarğaların yaddaşı yaxşıdır. Məsələn, qarğanın balası o yuvadan düşəndə insanlar onun balasına yaxın gedəndə onlar qışqırıq salır onun ata-anası.
qışqırıq, hayqışır salırlar, onların səsinə o bir qarğalar da gəlir. Gəlirlər, həmin insanın üstünə hücuma keçirlər. Hücuma keçirlər, boynun ardından çalışırlar ki, gözlərinə dindik vursunlar. O adam oradan uzaqlaşandan sonra həmin adamın onları paltarlarını yadda saxlayırlar. Növbəti şeydə həmin adam həmin əraziyə gedəndə onlar yenə həmin adamın üstünə hücuma keçirlər. Qarğalar qadını kişilərdən yaxşı ayıra bilirlər. Qarğalar bu əlində ağac olan, adi ağacda əlində ağac olan adamı əlində tüfəng olan adamdan ayıra bilirlər. Bu da onların həyat tərzi ilə əlaqədardır. Qağca qarğalarda, o bir qarğalarda belə şeylər yoxdur. Bu boz qarğalar, bunlarda bir xüsusiyyətdir. Məsələn, o görür ki, uşaqlar marojni yeyir, kağızını atırlar. Qarğa da məsələn onun yaxındakı ağacda əyləşir, izləyir onu. Döndürmənin kağızını atan kimi gedib onun kağızını götürürlər, onun üstündəki o məhsulları yeyirlər. Ya da aparıb balalarına yedizdirirlər. Qozu götürür, qaldırır ya, oradan buraxır asfalda. Asfalda buraxır ki, maşın oradan keçəndə onu sındırsın, sonra onu gedib götürsün, yesin. Elə belə sındıra bilmir. Sınandan sonra maşın keçir, sonra onu yesin. Bir 5-6 dənə qarğanın balasını yuvadan götürmüşəm, yedidib böyütmüşəm. Artıq uça bilib, tamam qanatlanıb, amma mənə öyrəşib. O motosikletlə 3 kilometre kətdən bazara gedirdim. O da mənim həyatdan çıxırdılar mənimlə, qağıllaya. Mən motosikletlə gedirdim, onlar da başım üstündə uçurdu. Gedirdik bazara, Qara bazara. Bazardan mənə lazım olan tərəvəz, yemiş, qarpız, nə alırdım, yığırdım motosikletə. Gəlib gördüm, onlar qonub motosikletə mənə gözləyir. Cəmaat görürdü, atamın adı Teymur'du. Derdilər, Teymur'un oğlu ovçu Pirim'di. Kuşları o tanıyır. Qarğa faktoru ingilislərin həyatında da mühüm rol oynayır. Bugün Londonun məşhur Tower qəsrində saxlanılan qara qarğalar həm də İngiltərə krallığının simvolu sayılırlar. Məlumatlara görə hələ 17-ci əsrdə Kral 2. Karlın vaxtında bu qəsrə 6 qarğa gətirilib. Tower qarğalarını orta əsr əsatirləri qəhrəmanlarının şərəfinə Honin, Monin, Thor, Branwen, Gwillon və Boldric adlandırırlar. Əlbəttə, o vaxtdan bu yana qarğaların populyasiyası dəyişib, amma adları olduğu kimi qalır. Bu qarğaları biri-birindən pəncələrində bağlanmış lentlər ayırır. Əfsanəyə görə Towerdəki qarğalar məhv olsa və yaxud uçub getsə, İngiltərə taxt-tacının da sonu çatacaq. Ona görə də qarğaların qanatlarını vaxtaşırı kəsirlər. Avropada quş qripinin təhlükəli həddə çatdığı illərdə isə bu qarğalar üçün xüsusi volyerlər tikib, onları qəza-bəladan qorumaq üçün bütün mümkün tədbirlərə əl atmışdılar. Krallıq hər il bu qarğaların saxlanmasına da küllü miqdarda vəsait xərcləyir. Deməli, qədim inanclar öz sözünü deyir. Qarğa ilə bağlı maraqlı bir inancı da əslən Laçından olan bir xanım mənə danışmışdı. Dediyinə görə Laçının Ağoğlan kəndində bir Alban məbədi, o məbəddə isə insan qəbri ilə yanaşı qarğa qəbri də var. Tarixçəsinə gəlincə, danışırlar ki, el şənliyinə yığışan insanlar ilanın zəhərlədiyi bir qazan yeməyi məhz qarğanın sayəsində yeməyiblər. Qarğa qanadlarını çırpıb, yeməyi dağıdıb və beləcə adamlar xilas olublar. Dini əfsanələrimizdə, rəvayətlərimizdə, xalqın milli etnik təfəkküründə qarğa ilə ilan həmişə bir-birinə məxsus şəkildə hallanıb. Yəni bu ilan da, qarğa da, bunlar insanların həyat tərzi ilə bağlı, həyat məişətinə yaxın olmadığına görə həmişə belə bir pis niyyət kimi, pis əlamət kimi, pis fikir kimi məsələn səslənir. Məsələn, türklərdə Xıdır Əlləz bayramında qarğa ilə bağlı çox maraqlı bir fakt var ki, Xıdır Əlləz bayramı birisi 4-5 may arası keçirilir onlarda. Çox maraqlı bir fakt var ki, məsələn, qarğa əgər onlar sütü götürüb qoyurlar qapı pəncəriyə, niyyət tuturlar. Əgər həmin niyyət vaxtı qarğa gəlib o süddən içirsə, mən bunu görmüşəm. Yəni bu ənənəvi bir xüsusiyyət. Məsələn, o niyyətlər, o arzular həyata keçirir. Hər bir xalqın, Azərbaycan xalqının totemində qarğa yoxdur. Gündəlik həyatımızda, ədəbiyyatımızda isə qarğa həmişə olub.
Mirzə Ələkbər Sabirin qarğa və tülküsü ilə böyümüşük. Tərif adı altında nə gözəlsən, nə xoşliqasan sən, yeri var söyləsəm, hümasan sən deyə qarğaya ironiya edib. Eyni zamanda hamımız uşaq vaxtı qarğa dilində danışmışıq. Azərbaycan muğamda daha çox qarğa dili, məsələn, gəlfir, gelfir, çilfirə, gəl gedək çimməyə. Məsələn, bu dil olub, biz uşaq vaxtı bu folklorda bunu görmüşük. Məsələn, o gəlfir, gelfir, çilfirə getmək, o sözü demək uşaqlar arasında bir ənənəvi xüsusiyyət yaranmışdı ki, məsələn, bizi qoymurdular, yəni biz gedək Kürdə dənizə çimməyə və biz bunu, deyək ki, böyüklərdən özümüzü qorumaq üçün qarğa dilində bundan istifadə edirdik. Bu fakt var, mövcud var. Bugün qarğa dilinin mahiyyətini aça bilən mütəxəssis yoxdur. Yəni bunun kökü hardan gəlir? Niyə turaç yox, bildirçin yox, məhz qarğa dili sualına cavab tapmaq çətindir. Eynən qarğanın dil açıb danışmasına inanmaq qədər çətin. Amma inanmasan da bu baş verir. Elə qarğalar var ki, adam kimi danışır. Onlardan ən maraqlısı, hətta insan səsinə oxşar səslə danışanı Rusiyadadır. Lyudmila və Andrey Komissarovların evində. Rusiyanın əməkdar artisti, tanınmış sirk təlimçisi olan Komissarovlar evlərində azı 4 maraqlı vərdişləri olan heyvan və quş saxlayırlar. Onlardan ən xoşa gələni Karluşa adlanan bu boz qarğadır. Ну, а какие у тебя еще есть друзья? Ну-ка, давай, рассказывай. Давай. Что это? Давай. Ты сам давай. Ты еще меня и подгоняешь? Хочешь, чтобы я рассказала, да? Какие у тебя есть друзья? Давай. Ну, хорошо. У тебя ведь есть подружка, ворона, а зовут ее Люся. Как ты ее сам зовешь? Люся! Вот так и зовет. Люся! Ну, замечательно. А у тебя еще и собачки есть в друзьях, да, и кот Леопольд. Как ты с ними разговариваешь? Нам очень интересно услышать. С котом как разговариваешь? Как с ними укаешь? Как зовут? Мяу! Вот так. А с собачками? Оп-оп-оп. Вот так. Мяу! Оп-оп-оп-оп. Вот так. Danışa bilməz, söz deyə bilər. 2-3 sözdən ibarət cümlə də deyə bilər. Məsələn, bu barədə ən böyük məşhurdur tutuquşlar bilirsiniz. Tutuquş hətta az qalır ki, cümlə desin. Qarğa ayrı sözlər deyə bilər. O da məşq elətdirirlər, öydə saxlayırlar ev şəraitində. Danışırlar, böyüyür. 1-2-3 yaşına çatanda artıq o sözləri 100 dəfələrlə eşidib deyə təkrar eləyə bilir. Əlbəttə, danışmaq, söz demək vərdişdir. Bu çox da təəccüblü deyil. Təəccüblü olan qarğadakı yaddaş, intuisiya və adamı heyrətə gətirəcək digər vərdişlərdir. Məsələn, bu qarğa Yeni Kaledoniya meşələrində yaşayır. Ağac gövdəsindəki sürfəni ona tək intuisiyası söyləmir. O kənardan sürfə qoyan böcəyi seyr edir və səbirsizliklə onun uçmasını gözləyir. Budur, böcək uçdu və sürfə bu acgöz qarğanındır. Digər ki, sürfəni oradan çıxartmaq asan məsələ deyil. Görün, bu ağıllı qarğa bunun üçün nələr etmir, heyrətamizdir. Bayaqdan danışırdı ki, bu az qalır ki, insanla söhbət eləsin. Bu dərəcəyə qədər ayıq quşdur. İnstinkti güclüdür, mən ağıllı demək istəmirəm. İnstinkti güclüdür. Ona görə də o nə qədər saxlasın, nə qədər qulluq eləyib ona yaxşılıq eləsin, özünün xasiyyətini unutmur.
Qarğalar təkcə xasiyyəti ilə yox, həm də yaşı ilə bağlı diqqət mərkəzində olub. Əsrlərdir ki, qarğaların 300 il yaşaması ilə bağlı inanclar var. Amma bu fikrin heç bir əsası yoxdur. Elm sübut edib ki, qarğalar orta hesabla 15-20 il yaşayır. Əlbəttə, bundan daha uzun ömürlüsü də ola bilər. Amma heç bir halda 3 əsri görən nə qarğa var, nə adam. Varsa da ancaq filmlərdə var. Oğru, murdar quş. Baxmayaraq ki, İldırım məni murdar quş deyə çağırır. Adım Hülusidir. 122 yaşım var. Bacada yaşayıram. Hardasan murdar quş? Ata dayan, nə edirsən? Qarğalar həm də hiyləgər quş kimi xarakterizə olunur. O sanki ən təcrübəli oğrudur və ovunu elə götürər ki, heç kimin ruhu da inciməz. O elə vaxt seçir ki, həyatda onu heç kim görmür. Şu an gözünün qabağına aparar görməz. Nə apardığı, nə yediyi isə sir deyil. Qarğalar daşdan yumşaq hər şeyi yeyirlər. Kuşlar yeminə görə ayrılır. Dən yeyən, ot yeyən, meyvə yeyən, tərəvəz yeyən, polifak, çox obyektdən yemlənən. Bu onların heç birisinə düz gəlmir. Nə tapsa yeyir. Tapmayanda bəyəndiyin axtarır, hücum edir, öldürür, yeyir. Bakıdan Səngəçala qədər təxminən 35-40 kilometr gedir. Orada gündüz axşamacan zibillikləri, qəsəbələri, harda yem var, tapa bildiyi yemi tapır, yeyir. Axşam yenə sürü ilə qayıdır, gəlir, isti yerdə gecələyir. Damlarda, o damdakı isitmə mərkəzi var. Aqreqatlar var, binanı qızdırıcı aqreqatlar. Onlar damın döşəməsini qızdırır. O da isti lazım. Gəlir onun orada rahat gecəyə yatır. Səhər tezdən 30 min qarğa doluşur Abşeron yarımadasına. O yerdəki zibilliklər var. Amma qarğanın ən sevdiyi qida qozdur. Qarğa məndə qoz var məsələ də görünür bu səbəbdən yaranıb. Hər halda nə yeməsindən asılı olmayaraq, qarğaların qara gün üçün yemək saxlamaq vərdişləri də var. Onlar qidanı elə gizlədirlər ki, özlərindən başqa heç kim tapa bilmir. Əlbəttə ki, əgər kənardan onu başqa bir qarğa müşahidə etmirsə. Qidasını gizlədir, qış üşüməyən hazırlıq görür bəzən, qidasını gizlədir. Bəzi bu meşə quşları da belə eləyir, məsələn zığzığ quşu, onlar da gizlədirlər məsələn. Onun yaddaşı yaxşıdır, harada gizlədir, gəlib onu tapır. Bəs qarğalardan insanlar üçün təhlükə varmı? Yəni sabah qarğalar adamlara hücum edə bilərlərmi? Atılmış insan cəsədi olsa gedib dindirəyə bilər. Bütün digər quşlar kimi qarğa da quşdur. İnsandan qorxur. O insana, adama yaxınlaşır o vaxt ki, sən onu saxlayıb onun etibarını qazanmısan. Nə qədər ki, qarğanın etibarını qazanmamsan, o qorxur. Hətta içi piyan olmuş, yıxılmış adamdan da uzaq qaçır. Deməli, ondan qorxmaq lazım deyil. Heç vaxt qarğa cəsarət edib, gəlib, yıxılmış adamı dimdikləyə bilməz. Elə bildim, sualı başqa cür qoyursun ki, bəs nə üçün? O birisi qartal, qırğı, kərkəz, qarğadan 10 dəfə, 15 dəfə güclülər niyə bəs şəhərə hücum eləmir? Ona görə ki, yırtıcı quşlar tarix boyu, minilliklər boyu əhalidən o qədər ziyan çəkib ki, bugün də etibar eləmir. Dinç quşlar qorxur, amma o yerdəki müasir əhali ona qayğıkeş yanaşır. O qədim xasiyyətin etibarı yavaş-yavaş bərpa edir. Mütəxəssislərdən qarğaların çoxalmasının qarşısını necə almağın yollarında soruşdum. Birinci zibillikləri azaltmaq.
Çünki hara baxırsan küçələrdə zibilliklərdir. Onlar da gedib təbiətdə qida tapmayanda, ətraf təbii şərait qida tapmayanda gəlib o zibilliklərdə qida tapırlar, qidalanırlar. Sayları çoxalır. Birinci təmizliyə fikir vermək. Bu bir. İkincisi, zağca qarğaları isə həm də bozqar, müxtəlif səs verən aparatlar var. Onlarda müxtəlif səs verməklə, məsələn, güllə səsi açmaq, müxtəlif səslər verməklə, məsələn, zağcaları da, qarğaları da, boz qarğaları da qorxutmaq olar, şəhərdən uzaqlaşdırmaq olar. Təzə yuva tikənməyə başlayanda yuvanı sökmək. Bir, təzə tikməyə başlayanda sökmək. Bir, təzə yumurtlamağa başlayanda gözlə 4 dənə, 5 dənə yumurta qoyacaq. Yumurtasını götür, yuvasını sökər. Uğurlu nəsil verəməz. Bunu 5 adam, 10 adam eləyəməz. Bunun üçün əhali özü gərək. Həyatında görəndə ki, qarğa yuva tikir, onu qoymasın orada yuva tikməyə. Ağıllı quş deyir Ruslar ona görə ki, təxminən 10 ildə onunla mübarizə edirlər, heç bir tutarlı uğur qazanamayıblar. Yangın söndürən o aqreqat idarəsinə müraciət edib Nikolay Nikolaevich Drazdov, o Mir Jivotnikh aparır. Drazdov 5-6 komanda düzəldiblər, maşınla təmin olunmuş. Qarğanın yuvaları Moskvada o güclü şlankla, su püskürməsi ilə qopardıb atıblar. Buradan yumurtalı yuvanı sökür, gedir təzə yuva tikir, təzədən yumurta yiyir. Ona görə çox çətindir, çox. Bax, Ruslar o qədər, o, necə deyirlər, boğaza yığıb ki, deyirlər ki, bu ağıllı quşdur, bizdən ağıllıdır. Ona görə bizim buna gücümüz çatır. Nədənsə qarğalardan danışanda həmişə böyük Alman filosofu və mütəfəkkiri Friedrich Nietzscheni düşünürəm. Təkcə ona görə yox ki, o yaradıcılığında qarğa mövzusuna toxunmuşdu. Həm də ona görə ki, Nietzschenin özü də yaşadığı mühitdə ağ qarğa hesab edilirdi. Hələ ibtidai sinifdə oxuyarkən özünü hər kəsdən təcrid olunmuş hiss edən və bu səbəbdən də özəl məktəbə oxumağa göndərilən Friedrich Nietzsche ən sonunda yaşadığı cəmiyyətdə özünü tapmadı və dəli oldu. Cəmi 55 yaşında isə dünyadan köçdü. Amma 20-ci əsrin ən böyük mütəfəkkirləri bütün sahələr üzrə Kafkadan tutmuş Hermann Hesseyə, Thomas Manndan Knut Hamsun'a, Salvador Dali, Pablo Picasso, Bernard Shaw və daha kimlər məhz Friedrich Nietzschenin təsiri ilə yazıb yaratdılar. Dövrünün ağ qarğası hətta Hitlerin belə böyük döyüşçü adlandırdığı şəxsiyyət idi. Deyirlər ki, ağ qarğaya 24 milyonda bir rast gəlinir və onda da bu albinosu qarğalar dəstədən qovur. Friedrich Nietzsche də zamanında ətraf mühitdən təcrid olunmuş, başqa sözlə yaşadığı cəmiyyətdən qovulmuşdu. Amma yaradıcılığı bu günə qədər gəlib çatdı. Qarğalar uçuşur, fəryad qoparır, şəhər ətrafında qanad çalırlar. Deyəsən, yaxında qar yağacaqdı. Xoşbəxtdir dünyada evi olanlar. Görünür, zaman da dəyişib, qarğaların missiyası da. Onlar qarıldayanda daha qar yağmır. Problemlər isə indən belə başımızdan yağa bilər, əgər qarğalarla bağlı tədbirlər görülməsə.